Rusiyada uzunmüddətli yaşayan və əmək fəaliyyəti ilə məşğul olan miqrantlar üçün mobil telefonla bağlı yeni tələbin tətbiqi planlaşdırılır. Belə ki, Rusiya Daxili İşlər Nazirliyinin məlumatına görə gələcəkdə ölkəyə gələn miqrantlar mobil telefon əldə etməli olacaqlar. Həmin telefonda miqrantın elektron profili yerləşdiriləcəkdir və bu sistem vasitəsilə onun yaşayış yeri və hərəkəti ilə bağlı məlumatların izlənməsi mümkün olacaqdır. Bildirilib ki, bu mexanizm miqrantların yaşayış yerini nəzarətsiz dəyişməsinin qarşısını almağa, həmçinin sənədlərinin etibarlılıq müddətinin başa çatması və digər vacib prosedurlarla bağlı onlara vaxtında bildiriş göndərməyə imkan verəcəkdir. Qeyd edim ki, 2025-ci il sentyabrın 1-dən Moskva bölgəsində vizasız rejimlə gələn miqrantlar üçün Amina mobil tətbiqinin sınaq tətbiqinə başlanılıbdır və tətbiq geolokasiya məlumatlarının Daxili İşlər Nazirliyinə ötürür və onun istifadəsi məcburidir. Rusiya Daxili İşlər Nazirliyinin son məlumatına görə ötən ilin dekabr ayının ortalarınadək Amina sisteminə 3 iş gün ərzində geolokasiya məlumatları göndərməyən 139 mindən çox miqrant miqrasiya qeydiyyatından çıxarılıb. Qeyd edim ki, mobil telefonun məcburi alınması ilə bağlı mexanizm hələlik təklif xarakteri daşır və bunun tətbiqi üçün müvafiq qanunvericilik dəyişiklikləri qəbul edilməlidir.